Salam, hər vaxtınız xeyir olsun. Bu gün növbəti bir sertifikasiya sınavına düşə biləcək test nümunələri ilə qarşınızdayıq. Gəlin birinci sualla başlayaq. Deməli, birinci sualda deyir ki, amonium nitrat molekulunda azot atomlarının oksidləşmə dərəcələrinin cəmini müəyyən edin. Amonium nitratdır. Bilirik ki, deməli, nitratda yəni NO3-ün içərisində biz bunu bilirik. Nitrat duzlarında azotun oksidləşmə dərəcəsi müsbət 5-dir. Amoniumda isə deməli, ammoniakda oksidləşmə dərəcəsi nədirsə odur. Ammoniakda oksidləşmə dərəcəsi nədir? -3. Ona görə -3 olacaq. Amma valentiliyi biz demişik donor akseptor zamanı, rabitə yaranan zaman oksidləşmə dərəcəsi sabit qalır, amma valentiliyi bir vahid artır. Yəni azotun orada valentiliyi 4-dür, amma oksidləşmə dərəcəsi -3-dür. İndi bizə deyir ki, cəmini müəyyən edin. 5-in üzərinə gələk -3. Toplayanda 5-dən 3 çıxmalıyıq. Müsbət 2 cavab olacaq B variantı. Baxaq ikinci suala. Deməli, bircə dəqiqə. İkinci sualda deyir ki, X amin turşusunun əmələ gətirdiyi tripeptidinin nisbi molekul kütləsi 273-dür. 1 mol X və 2 mol glisinin əmələ gətirdiyi tripeptidin kütləsini hesablayın. X amin turşusudur, tripeptid əmələ gətirir və kütləsi 273-dür. Biz bilirik, 3 amin turşu birləşir və daha doğrusu tripeptid əmələ gətirir və 3 amin turşu birləşən zamanda 2 mol su çıxır. 3-ü birləşəndə bir vahidat 2 mol su. Deməli, 273 qram amin turşunun tripeptidin kütləsidirsə, biz burada 3 dənə amin turşunun kütləsini necə tapa bilərik? Üzərinə 36 qram su gəlməklə. 273-ün üzərinə 36 da gələndə, deməli, bircə dəqiqə, 273 üzərinə 36 gələk, deməli, 9, 10, 309. 309-u da biz 3-ə bölsək, 309 3-ə bölünəndə, çünki bizə 1 amin turşunun kütləsi lazımdır. O da edəcək neçə? 103. Deməli, X amin turşusunun kütləsi 103-dür. İndi bizə deyir 1 mol X-ı götürürük. Üzərinə 2 mol glisin. Glisinin kütləsi necə idi? Glisin ümumiyyətlə necə yazılırdı? NH2, CH2, COOH. Deməli, amin turşuların iç nümayəndəsi deyə bilərik və onun kütləsi də 75 qramdır hesablayanda. 75, əgər 2 mol götürürüksə, 75-i 2-yə vursaq 150. Deməli, 103 ilə 150-ni toplayırıq, cəm verir 253, 253 və biz oradan 1 mol X, baxın, 1 mol X, 2 mol glisin varsa, biz oradan 2 mol su çıxmalıyıq. Çünki 3 dənə amin turşu birləşdirmişik axı. 253-dən də biz 36-nı çıxsaq, qalacaq 217. Yəni, düzgün cavabımız olacaq A variantı. Üçüncü sual. Ortofosfat və metafosfat turşuları üçün ümumi olan ifadələri müəyyən edin. Suda yaxşı həll olan maddələrdir, turşulardır. Bəli, çöküntü deyil, suda yaxşı həll olurlar. Turş duz əmələ gətirirlər. Metafosfat turşusunun yazılışı HPO3-dür və turş duz vermir. Ortofosfat turşusu verir amma. Molekullarında fosfor atomunun oksidləşmə, daha doğrusu fosfor atomunun valentiliyi 5-dir. Bəli, valentiliyi də 5-dir. Ona görə ortaq deməli cavab hər ikisi üçün ümumi olan 1 və 3 olacaq. Yəni, düzgün cavabımız Y variantı olacaq. Baxaq, dördüncü suala. Deməli, reaksiyanı deyir, tarazlığı məhsulların alınması istiqamətinə yönəltmək üçün hansı prosesləri aparmaq lazımdır? Deməli, biz istəyirik məhsula, yəni sağa tərəf yönəldək. Təzyiqi artıraq, təzyiq deyəndə nəyə baxmalıydıq? Mola. 3 mol burada maddə var, 2 mol burada. Əgər biz təzyiqi artırırıqsa, mol az olan tərəfə gedir tarazlıq. Mol harda azdır? Sağda. Deməli, biri götürürük. Temperaturu artırmaq. Yanma reaksiyasıdır, müsbət 2-dür, digər tərəf olacaq -2. Biz temperaturu artırsaq, -2-yə tərəf gedəcək tarazlıq, yəni sola. Ona görə artırmırıq. Oksigenin qatılığını artırmaq, bəli, sistemə oksigen əlavə etmək və ya oksigenin qatılığını artırmaq, tarazlığı elə sağa yönəltmək deməkdir. Ona görə düzgün cavab 1-3 olacaq C variantı. 5-ci suala baxaq. Deməli, buradadır yəqin ki.
5-ci sualda deyir ki, deməli 38400 sp2 hibrid orbital olan lavsanda polimerləşmə dərəcəsi neçədir? Lavsanı birinci yazaq. Görək bir makromolekulunda neçə sp2 hibrid orbitalı var ki, deməli karbonların bu arada, deməli o zaman lavsanı çəkirik. Karbonların hibrid vəziyyəti nəzərdə tutulub. Oradan da deməli lavsan nə idi? Etilen glikolla tereftal turşusunun polikondensləşməsindən əmələ gələn lif. İndi burada karbonlarda sp2 hibrid orbital sayına baxaq. Bu karbonlar sp3'dür, bu da sp3'dür. Götürmürük. Götürəcəyimiz karbonlar 1, 2 burada və 6 da halqanın içərisində. Yəni 8 karbonumuz sp2 hibridləşmə vəziyyətindədir. Təbii ki, hibrid orbital sayı dediyinə görə biz 8-i nə etməliyik? 3-ə vurmalıyıq. 8-i 3-ə vuranda 24. Deməli, bizim bir quruluş həlqəmizdə 24 nə var? sp2 hibrid orbital var. Bəs görək bu, deməli, polimerləşmə dərəcəsi nə olub ki? Bu hissədə nə olub ki? Biz o 24-ü vurmuşuq və 38400 tapmışıq. Bu zamanda 38400-ü, deməli, 38000 qoy dəqiq olsun. 400-ü bölək, deməli, 24-ə. Yəni 1600 edəcək. Deməli, burada 1600 olub ki, biz 24-ü 1600-ə vurmuşuq və 38400 tapmışıq. 6-cı sual. Deməli, 6-cı sualda deyir ki, 200 qram 14%li kalium hidroksid məhlulu almaq üçün lazım olan kalium hidrit və suyu kütlələrini hesablayın. Gəlin baxaq, kalium hidridin üzərinə su gələk, birinci reaksiyanı yazaq və əmsallaşdıraq. Kalium OH üzərinə gəlsin, H2 alınır. Əmsala ehtiyacı yoxdur. 200 qram 14%li. 200-ün 14%ni tapanda 28 qram edir. Biz 28 qram kalium OH almaq üçün nə qədər kalium hidrit götürməliyik? Normalda nə qədərdir kalium hidridin kütləsi? 40 qram. Düzdür? Bu daha doğrusu x deyək, 28-ə x-dır. 56-ya isə 40-dır. Oradan da x-i tapırıq neçə? 20. Deməli, 20 qram nə götürməliyik? Kalium hidrit. İndi 20 qram götürürüksə, deməli, bizə lazım olacaq suyun miqdarı olacaq nə qədər? 180 qram, düzdür? Amma belə bir şey var. Yəni, biz məhlulu ümumi 200 ala bilək deyə 20 kalium hidridimiz var, 180 su lazımdır bizə. Məhlulu 200-ə tamamlayaq. Çünki biz demişik, məhlul başlanğıcların cəmidir, yəni su ilə həll olan, daha doğrusu həll edici ilə həll olanın cəmini hesablayırıq məhlulu tapanda. 180, amma gedib A variantını vurmuruq. Çünki bu reaksiya nəticəsində 1 qram hidrogen ayrılır, uçur. Onu nəzərə almaq lazımdır. Yəni, əgər 20 qram kalium hidrit götürürüksə, normalda 40-a 2 qram hidrogen uçur, yəni gedir. 20-yə isə 1 qram. Yəni biz su 181 götürməliyik ki, 1 qram hidrogenin itkisi olanda bizə maneçilik törətməsin və biz 200 qramlıq məhlul hazırlaya bilək. Ona görə düzgün cavab olacaq C variantı. 7-ci sual. Düşür şəkil. Deməli, 7-ci sualda deyir ki, hansı maddələrin suda məhlulundan artıqlaması ilə götürülmüş karbon dioksid keçirdikdə məhlulun elektrik keçiriciliyin zamandan asılılıq qrafiki şəkildəki kimi olar. Fikir verin, elektrik keçiriciliyi azalıb, hətta sıfıra çatıb, sonra artıb. Biz nə götürürük? 3 məhlul var. Natrium OH, kalsium OH və barium OH. Bu hidroksidlərdən fikir versəniz, əgər CO2 gəlsək üzərinə, çöküntü verəcək olan hidroksidlər kalsium hidroksidlə barium hidroksiddir. Onlar birinci çöküntü əmələ gətirəcək. Biri kalsium karbonat olacaq, biri barium karbonat. İkisi də çöküntüdür. Daha sonra mən bunların üzərinə CO2 əlavə etməyə davam etsəm, hidrokarbonat alacağam və hidrokarbonatlar çöküntü olmadığına görə yenidən elektrik keçirməyə başlayacaqlar. Çöküntülər elektrik keçirmir, sıfıra düşdü. Daha sonra alınan duzlar çöküntü olmadığına görə elektrik keçirəcək. Ona görə buna uyğun variant 2, 3, yəni düzgün cavab olacaq Y variantı. 8-ci sual. Orta nisbi molekul kütlələri eyni olan polimerlərdən hansının polimerləşmə dərəcəsi daha böyükdür? Stirol, burada biz bilirik də polimerləşmə dərəcəsi halqadı, tutaq ki, X deyirəm, bir polimerdir. İndi burada polimerləşmə dərəcəsidir. Bizə deyir, ümumi kütlə sonda eyni olacaq. Eyni olacaq. O zaman
Misal üçün 104, 42, 54, 62, 15, 28 hamısı eyni kütləyə gələcək. Deməli, mən bunlardan hansının enini, polimerləşmə dərəcəsini daha böyük eləməliyəm ki, kütlələr bərabərləşsin? Təbii ki, kütləsi kiçik olan etileni. Yəni 28-i daha böyük rəqəmə vurmalıyam ki, gətirim digərlərinə çatdırım. Ona görə polimerləşmə dərəcəsi ən böyük olan polietilen olacaq. Düzgün cavab C variantı. İndi isə baxaq 9-cu suala. Fosfit turşusunun molekulunda olan kovalent rabitə sayı ilə ammonium sulfat molekulunda olan ion rabitə sayının fərqini hesablayın. Fosfit turşusu bizim istisna turşumuzdur. Biz orada atomları toplayırdıq. Deyirdi, rabitə sayı 7-dir. İstisnada açılışını da yazsaq, hidrogen deməli, oksigen, hidrogen birbaşa birləşir. Baxın bu şəkildə 1, 2, 3, 4, 5, 6, 7. İndi isə ammonium sulfat NH4, 2 ədəd SO4. İon rabitə sayını istəyir bizdən. NH4-ün valentliyini nə götürürük biz? 1. O zaman deməli indeksini valentliyinə vuranda 2. Oldu 2. Kovalent rabitədən də, yəni 7-dən də 2-ni çıxanda edəcək 5. Düzgün cavab olacaq B variantı. 10-cu sual. Deməli, 4 mol dəmir 2SO4 3 dissosiasiya edən zaman 6,2 vurulsun 10^24 ion əmələ gələrsə, dissosiasiya dərəcəsini hesablayın. Gəlin dissosiasiya edək bu maddəni SO4-dən 3 ədəd. Alınır dəmir 3 müsbət, SO4 2 mənfi. Əmsallaşdırsaq 2 bura, 3 bura. Normalda fikir verin, 1 mol dissosiasiya edəndə 5 ion əmələ gəlir. 5 ionda 6,2 vurulsun 10^23 deməkdir. Gəlin bunu tam rəqəmə çevirək, eləsin 10 ion. İndi baxaq, 1 mola 5 əmələ gəlir. Əgər 10 ion əmələ gəlibsə, deməli bizim nə qədər maddəmiz dissosiasiya edib? X olub 2. Neçə maddəmiz vardı? 4 mol. Neçəsi dissosiasiya edib? 2-si. Dissosiasiya dərəcəsi neçədir? 2-ni 4-ə bölüb 100-ə vururuq, edir 50%. Yəni düzgün cavab olur A variantı. Bəli, bir onluq sualın da sonuna gəldik müəllimlər. Bugünlük bu qədər. Hələlik.